Değerli Hürriyet izləyiciləri, gələ indi mövzuya. Bu Teyib müəllim kimdir? İlk öncə Yeni Qəzet deyilən bir qəzet var. Bu qəzetin baş redaktorunun yazısını sizin diqqətinizə təqdim edib, ondan sonra keçəcəm öz məlumatlarımıza. Həftəlik qəzetdir. Yazır ki, monopoliya problemi ilə bağlı Gürcüstan hökumətinə elektron müraciət etdim. Qəzetin redaktoru yazır. Monopoliya, ət monopoliyası ilə bağlı Gürcüstanın hökumətinə elektron ünvanladı, məktub. Səbəb nə idi? Bir neçə şəxs, burada adlar çəkmir, adlar zaten bəllidir onlara veriblər. Həmin adamlar artıq həbs olublar. Bir neçə şəxs Gürcüstandan Azərbaycana ucuz qiymətə gətirilən iri və xırda buynuzlu heyvanların idxalını öz insarına, yəni monopoliyasına almışdı. Əslində, İnsar idarəsi var, yeni yaradıldı. Əvvəl İqtisadiyyat Nazirliyinin nəzdində idi. Ondan sonra onu müstəqilləşdirdilər ki, bu idarə insarsızlara qarşı rahat şəkildə heç kimin təqibi, təzyiqi olmadan, təhdidi olmadan rahat şəkildə mübarizələrini apara bilsinlər. Amma nə baş verdi? Sadəcə çox maraqlıdır ki, elə bir o idarələrin yaradılmasına məqsəd əslində monopolistlərə qarşı mübarizə yox, o idarələrin kimlərisə əmək haqqı ilə təmin eləməkdir, kimlərisə vəzifə ilə təmin eləməkdir. Həmin adamların əli ilə kimlərəsə təzyiq eləmək üçün yaradılır bizim Azərbaycanda qurumlar. Yəni qurum yaradılanda əslində qurumun konkret nizamnaması var, fəaliyyət istiqaməti var. Həmin nizamnamə və fəaliyyət istiqamətinə uyğun olaraq bu iş aparmalıdır. Ölkədə monopolistlərə qarşı açıq mübarizəyə keçməlidir. Çünki niyə? Bunu ölkə başçısı qərar verdi, bunları müstəqilləşdirdi ki, qardaş, İqtisadiyyat Nazirliyinin nəzdində olmasınlar. Çünki sabahları Mikail Cabbarov və yaxud da onun əlinin altında olan hansısa bir qurum rəhbəri o adamlara təzyiq edə bilərlər. Ona görə prezident dərhal qərar verdi, bunu ayırdı. Amma o idarə işləyirmi, işləmir. Qida Təhlükəsizliyi Agentliyi yenə həmçinin. İşləyirmi, işləmir. Gömrük Komitəsi işləyirmi, işləmir. Onda bu qurumların yaradılmasına məqsəd nədir? Kimlərəsə əmək haqqı verməkmi? Kimlərəsə vəzifə ilə təmin etməkmi? Kimlərəsə altına kreslo qoymaqmı? Yazır. Hansı sahibkar Gürcüstandan mal-qara gətirmək istəsə, hər qoyuna görə $50, fikir verin ha. Yəni